Salam. Fizikadan düşmüş qəbul suallarından birinə baxaq. Ferromaqnit içliyin sarğacdan çıxarılması nəticəsində sarğacda maqnit sahəsinin enerjisi və maqnit induksiyasının modulu necə dəyişər? Maqnit sahəsinin enerjisi W maqnit bərabərdir Li kvadrat bölü 2-dir. Burada bilirik ki, sarğacın induktivliyi maqnit nüfuzluğu ilə düz mütənasibdir. Həmçinin induksiya vektoru modulu B də maqnit nüfuzluğu ilə düz mütənasibdir. Onda biz nüfuzluğu mü olan içliyi sarğacdan çıxardırıqsa, mü azalır və buradan induktivlik azalır. İnduktivlik azalırsa, maqnit sahəsinin enerjisi də azalır. Həmçinin B induksiyasının modulu da mü azalır deyə buradan bu da azalır. Hər ikisi olur, azalır. Cavabımız olur B variantı. Xatırladım ki, şərtdə söylənilsə ki, içlik sarğaca daxil edilir. Onda həm maqnit sahəsinin enerjisi, həm də maqnit induksiyanın modulu mü qədər artır götürə bilirik.